Orada mövzu tam başqadır, ona toxunacağım. Komandanın göstərdiyi oyun, yəni Əldə etdim heç də sonradan. pis deyil. Yəni belə deyək də, artıq Gəncə komandası illərdir Azərbaycan futbolu yaranandan, yəni Premyer Liqada iştirak eləyir, düzdür, müəyyən fasilələrlə də olsa, amma İmişli keçən mövsüm birinci liqada oynamışdı, ondan əvvəlki mövsüm birinci liqada oynamışdı və birdən-birə radikal bir dəyişikliyə əl atdı İmişli klubunun rəhbərliyi və mən sözün açığı azdan çoxdan indi bizi daimi izləyənlər bilir ki, bu proqramda hər zaman doğruları danışırıq. Bəli. Mən İmişli klubunun rəhbərliyini təbrik edirəm. Niyə görə? Niyə? Baş məşqçini gətirdiyinə görə yox. Nəyə görə? Transferlərə. Çünki adamlar keçən mövsümdən bir neçə futbolçunu saxladılar komandada, hansı ki o futbolçular heç bir komandada, yəni Premyer Liqa komandasına söhbət gedir, şans qazanmamışdılar. Yəni çox adlar var. İndi məsəl üçün Sabaha qol vuran futbolçudur, Abbasdır, səhv eləmirəmsə adı, Xəzərdir, İdris İnqilablıdır, qapçı Sinenkodur, Rohodur, müdafiəçi, yəni stoper. Bir neçə, hələ bundan başqa bir, yəni görünən odur ki, komandanın rəhbərliyi həqiqətən də bu futbolçuların Premyer Liqada oynaya biləcəyi səviyyəsini görüb və gedib dərhal, belə deyək də, komandaya 20 dənə legioner dəvət eləmədilər. Komandaya legionerlər dəvət elədilər və Azərbaycanlı futbolçuların təməlində, yəni komandanın özəyini dəyişmədilər. Bu məncə çox alqışa layiq bir addımdır